Bir daha salam əziz tələbələr. Gəlin, birinci mövzumuz çox hədli anlayışıdır. Bu anlayışla tanış olaq. Tərif. Bir hədlilərin cəbri cəminə çox hədli deyilir. Bir hədlərin cəbri cəminə çox hədli deyilir. Biz keçən dərs bir hədli keçmişik. Kimin də yadından çıxıb, videosu da var və s. və ilə axır. İzləyə bilər. Amma indi biz çox hədli anlayışına baxaq. Məsələn, 3a kvadrat b bir hədlidir. 5a kub c bir hədlidir. -7 bir hədlidir. Bunların cəbri cəmi çox hədli adlanır. Bir hədlilərin toplanması çox hədli adlanır. Burada tələbəyə icazə verilir ki, bu yazılışı belə də yaza bilər. 3a kvadrat üstəgəl 5a kub c çıx 7. Oxuyanda bunu çıx oxuya bilər. Amma başı onu çıx görürsə, bu artıq problemdir. Burada çıxma işarəsi yoxdur. Bir dənə hədd 3a kvadrat b-dir. Bir dənə hədd 5a kub c-dir. Bir dənə də hədd -7-dir. Ümid eləyək. Yəni, bununla bu eyni çox hədlidir. Niyə qısa yazırlar? Daha üstəgəl, mötərizə işarələri arda-arda qoymamaq üçün belə bir gediş eləyirlər. Məsələn, əslində siz bunu necə görməlidir beyninizdə? Üstəgəl -b, üstəgəl bunu belə görməlisən. Yəni, çıx da deyə bilərsən, ancaq o vaxta kimi ki, sən bunu anlayırsan. Deməli, çox hədli bir hədlilərin yığınıdır. İndi keçək görək, tərkibində bütün bir hədlilər standart şəkildə və oxşar bir hədli olmayan çox hədlilərə standart şəkilli çox hədli deyilir. Standart şəkilli çox hədli deyilir. Gəlin aydınlaşdıraq nə dedik? Bizdə 3a kvadrat b üstəgəl 7ac çıx a kvadrat b. Bu standart deyil. Deyərsin, müəllim, niyə standart deyil? Ona görə ki, onun tərkibində 2 dənə oxşar bir hədli var. Bu standart deyil. Yəni, bu normalda yazılmalı idi 2a kvadrat b üstəgəl nə? 7ac. Və ya tutaq ki, a kub b çıx 4ac-a üstəgəl 7. Burada oxşar bir hədli yoxdur. Amma bu da standart sayılır. Çünki onun tərkibində elə bir hədli var ki, mənfisi ilə birlikdə. A-lar nə edib? Təkrar yazılır. A vura burada nə yazılmalı idi? A kvadrat. Elə mi? Yaxşı. Deyək ki, bu fakta bizə aydındır ki, standart nə olacaq? Məsələn, bu artıq nədir? Standartdır. Və ya a kub b
çıx 4a kvadrat c üstə gəl 7. Bu artıq standartdır. Növbəti anlayış. Çoxhəddini təşkil edən, yenidən bir tərif verək. Çoxhəddini təşkil edən hədlərin əmsalları cəmi, çoxhəddini təşkil edən hədlərin əmsalları cəmi, çoxhədlinin əmsallar cəmi mötərizədə çəc adlanır. Çəc adlanır. Bir daha təkrarlayıram. Çoxhəddini təşkil edən hədlərin əmsalları cəmi, çoxhəddinin əmsallar cəmi. Yəni, qısaca çəc adlanır. İndi, hər hansı bir çoxhəddiyə baxaraq, biz onun çəcini tapaq. Məsələn, 4a kub b çıx b üstə gəl 7. Çəc bərabər. Bunun əmsalı, burada 3 dənə hədd var. 1, 2, 3. Birincinin əmsalı 4'dür. İkincinin əmsalı -1'dir. Üçüncünün əmsalı 7'dir. Hesabladıq. 4 çıx 1 üstə gəl 7. 4 çıx 1 üstə gəl 7, 10. Necə tapırdınız? 3 üstə gəl 7. Yox, bizə... Allah köməyimiz olsun. Yaxşı. Növbəti. Bir başqası. 5x üstə gəl, çıx 4 üstü 17 vur x üstə gəl 5 çıx 4x kub üstə gəl 1. Çəci tap. Tələbə deyər, bu boyda misalı bizdə sadələşdirmək problemlidir. Nətər tapacağıq? Çox rahat. Bunun əmsalı nədir? Çıx üstündə. Bunun əmsalı üstə gəl 5. 6 çıx 4 üstə gəl 1. 5'dən 4 çıxanda elədir 1. 1 üstə 17 1. Vurdum 6'ya 6 çıxdım 5'i. Deməli biz çəci tapdıq. Çoxhəddin əmsalları cəmi. Razı mı? Ümumiyyətlə sir. Bir sirri deyək. Sir nədən ibarətdir? Çoxhədlinin əmsallar cəmini tapmaq üçün bütün dəyişənlərin yerinə 1 yazmaq kifayətdir. Yəni, misal nə qədər qəliz olur olsun. Tutaq ki, x üstə gəl 3 üstü 2 vur 4x çıx 1
çıx 5x kvadrat. Bunun üçün belə bir gediş də elə bilərsiniz də. Götürün bütün x-ların yerinə nə yaz? Gözü yumlu 1 yaz. Heç belə fikirləşmədən. Nəticədə nə alacaqsan? 16 vur 3 çıx 5. Neçə? 43. Yəni bu gediş bizə bəzən lazım olacaq. Belə misalda düzdür görmək asandır, yenə də görsədə bunun əmsalı 1-dir, bunun əmsalı nədir? 3-dür. Amma elə misallar olacaq ki, bizə daha uzun çəkəndir. Orada bir yerinə 1 yazmaq cavabı çox sürətli verəcək. Aha. Və ümid edək ki, çoxhəddinin əmsallar cəmi anlayışı başa düşüldü. Növbəti tərif. Növbəti tərif. Növbəti tərifimiz belə olsun. Çoxhəddini təşkil edən burada biraz problem elədik. Standart çoxhəddini təşkil edən, yəni çoxhəddi standart şəkildə olmalıdır. Standart çoxhəddini təşkil edən bir hədlilərin dərəcələrinin ən böyüyünə standart çoxhəddinin təşkil edən bir hədlilərin dərəcələrinin ən böyüyünə çoxhədlinin dərəcəsi mötərizədə C-dir. Çoxhəddinin dərəcəsi deyilir. Deməli, standart çoxhəddini təşkil edən bir hədlilərin dərəcələrinin ən böyüyünə çoxhəddinin dərəcəsi deyilir. Gəlin indi bunu aydınlaşdıraq. Yuxarını silirəm. Əgər çatdırdıqsa, uşaqlar fikriniz burada olsun. Baxın, təəssüflər olsun ki, canlı gəlmə, belə deyək, onlaynda videoya baxan o heç, tələbə aydındır ki, videoya giribsə məqsədi oxumaqdır. Ancaq burada canlı gələnlər arasında da oxumayanlar var. Yəni, mən görürəm, fikir başqa yerdədir. Aha. İndi tərif, daha doğrusu bunun nə olduğunu izah edək. Birinci, çoxhəddiyə fikir ver ki, o standart şəkildə olsun. Və deyək ki, standart şəkildədir. Sonra CD-ni tapmaq üçün hər bir həddi araşdır. Bu həddin dərəcəsi, biz bir həddinin dərəcəsi deyəndə, bunun üstü 2-dir, bunun üstü 1-dir, 3-dür. Bunun dərəcəsi 4-dür. 17-nin dərəcəsi 0-dır. Dəyişən yoxdur. Və CD-miz 4-dür. Ən böyük. Başqa bir nümunə. X kub üstə gəl 1 üstü 17 vur 4x çıx 1 üstü 3. Birinci addım. Mötərizənin daxilindəki dərəcə bu 3-dür, bu 0-dırsa 3-dür. Mötərizə ilə birlikdəki dərəcəni indi tapaq. Mötərizə ilə birlikdəki dərəcə 3-ü vurduq nəyə? 17-yə aldıq neçə? 51. Qüvvət qüvvətə nə edir? Vurulur. Bunun dərəcəsi 1-dir. 1-i də vurduq 3-ə. Mən biləni 1 3-ə vuranda 3. Arada nə işarəsi var? Vurma. Vuranda üstlər nə edir? Deməli, bunun CD-si 51 üstə gəl 3. Uşaqlar,
imtahanda əgər bu suallar açıq suala düşübsə, qısaldılmış abreviaturadan yox, tam sözlə yazacaqsınız. Çox hədinin dərəcəsi. Əgər açıq sualda, qapalı sualda CD. Gəl bir neçəsini də deyəcək. Hələ hardayıq ki? Bəli? Evet. Tək ədədin dərəcəsi sıfırdır. İndi birini də deyək. Tələbə deyir, anlamadıq, yenidən sadəyə qayıdaq. Bunun dərəcəsi onda çox həddinin dərəcəsi böyük aralarından ən böyük çıxma. İndi baxdıq. X kubu üstə gəl 1 aralarından ən böyük dərəcə neçədir? 3. Bu 3 dərəcədir. Mötərizənin də üstündə nə var? 17. Yadımıza salırıq ki, məsələn, indi kobud desək. X-in kubu üstü 17 nə deməkdir ki? Qüvvətin qüvvəti bir-birinə vurulurdu. Alınırdı? 51. Razı mı? İndi baxaq buna. Burada nə baş verəcək? Bunun dərəcəsi 1-dir. Amma üstündə də 3 var. O 1 3'e vuruldu 3. Bunlar arasında hansı işarə var? Vurma. İndi fikirləşək. X üstü 51 vur X üstü 3. Nə verməlidir bizə? X üstü 54. Vuranda üstləri toplanır. Bu xassəyə əsaslandıq. Amma deyək ki, orada toplama işarəsi olaydı. Onda nəyi götürəcəkdik? 51'i. İndi gəlin. Buraxılışa düşə biləcək suala baxaq. Deməli, P çox hədlisinin CD-si 8'dir. Q çox hədlisinin CD-si 5'dir. P çıx Q kvadrat vur Q'nün CD-sini tapaq. Birinci sizdən, sonra bizdən gəlsin cavab. P çıx Q kvadrat vur Q'nün CD-sini tapaq. 69, 20, 540, 45. Aha, başqa? Bu ədədin çevrəsi 0. Cavab 21. Deyənlər var idi. Baxaq. P'nin CD-si neçədir? 8. Yəni P çox hədisinin dərəcəsi 8'dir. Q çox hədisinin dərəcəsi arada çıxma toplamadırsa bu dərəcə hansı götürülür? 8. İndi mötərizə ilə qarışıq. Üstündə nə var bunun? Kvadrat. Yəni 8'i 2'yə vurduz. 16. Burada da Q'nün dərəcəsi neçədir? 5. Vuranda neynədik? Topladıq. Bu CD 21'dir. Dərsi videoya çəkməyimizin də səbəbi var ki, oturub evdə biraz daha məşğul olasınız. Birini də verin. P çox hədisinin dərəcəsi CDP olsun 8. Q çox hədisinin dərəcəsi olsun 3. PQ çıx Q kub üstü 4'ün dərəcəsini tap. PQ çıx Q kub. Bunun CD-si. Aha. Yeni də gözləyək sizdən. 12, 44 sonra 16. 36. 36 deyəndə var. 44'dür. Baxaq. P'nin dərəcəsi neçədir? Q'nün dərəcəsi neçədir?
Vuranda dərəcələr nə edəcək? 11. Q'nun kubuna baxaq. Burada neçədir dərəcə? 3. Kubdursa 3 3'ə vurulacaq. Çıxma diyanı var arada. Dərəcə hansı götürülür? 11. Çıxma toplamadırsa dərəcə hansı götürülür? Böyüyü. Sonra da 11'i nəyə vurduq? 4'ə. 44. Gəlin yüngüldən yenə də təkrarlayaq. Görünür ki, hissə deməyə ehtiyac var. Cəmi 3-4 tələbəmiz hissə eləyib bunu. Bir də. Deyək ki, P çoxəddisinin CD-si 9'dur. Q çoxəddisinin CD-si 2'dir. P üstəgəl Q kvadratının CD-si nədir? Kifayət qədər 18. Əksəriyyət gördüyünüz ki, dərhal deyir. Niyə? Bu 9'dur, bu 2'dir. Böyük 9'dur. 9'dur bunun 18. Bunun CD-si 18'dir. Toplama çıxmada böyük götürürsən. Qüvvətə yüksəldəndə vurursan, vuranda toplayırsan. Birini də deyək. CDP 10'dur. CDQ 2'dir. P üstə gəl Q üstə 6 üstə 2. CD. 24. Gördüyünüz kimi əksəriyyət 24 deyir. 20 deyənlər də var, amma baxaq. Bunun dərəcəsi neçədir? 10. Q'nun dərəcəsi 2'dir, üstündə nə var? Deməli 12'dir bunun dərəcəsi. Ən böyüyü 12'dir, mötərizə qarışıq. 12'ni 2'yə vurduq. 24. Ümid edirəm ki, CD tapa biləcəyik. Və çox güman ki, buraxılış suallarınızdan biri ya bir həddinin, ya çox həddinin dərəcəsi olacaq. İndi növbəti atdım. Tərif. Standart çox həddinin, yəni standart şəkilli çox həddinin, yaxşı bir şəkilli sözünü də əlavə eləyək. Standart şəkilli çox həddinin sıfır dərəcəli həddinə sıfır dərəcəli həddinə sərbəst hədd deyilir. Sərbəst hədd deyilir. Belə bir hədd yoxdursa, belə bir hədd yoxdursa, sərbəst hədd, buna qısaldılmış nə verəcəyik? SH. Sərbəst hədd 0 qəbul olunur. Yəni, sərbəst həddi tapmaq sadə bir şeydir. Tutaq ki, 3A kvadrat üstə gəl B çıx 7. Deyirəm ki, bunun sərbəst həddini tap. Sərbəst hədd mənfi 7. Ümumiyyətlə 7 həddi burada yoxdur. Dərəcəsi 0-a bərabər olan hədd, bunun dərəcəsi 2-dir, bunun dərəcəsi 1-dir, bunun dərəcəsi 0-dır. Yəni dərəcəsi 0 olan dəyişən olmayandır. Və o mənfi 7-dir. Uşaqlar, burada 7 həddi yoxdur. Siz hardan gördünüz bilmədim, amma ümumiyyətlə 7 həddi yoxdur. Və ya bir başqası.
Yenə də fikirlərimizi toparlayaq. 4a kub b üstəgəl 8ac üstəgəl x kvadrat. Sərbəst hədd nədir? 0. Burada dərəcəsi 0-a bərabər olan hədd yoxdur. Əgər dərəcəsi 0-a bərabər olan hədd yoxdursa, sərbəst hədd nə götürülür? 0. Deməli, biz sərbəst hədd tapmağı da bacardıq. Yəni, misal nə qədər çətin olur olsun, sərbəst həddi tapmaq olacaq. Necə? Tutaq ki, x üstəgəl 3 üstü 3 vur 5x çıx 1 üstü 17 üstəgəl 8. Deyir, sərbəst həddi tap. 3 üstü 3 vur mənfi 1 üstü 17 dəyişənləri gözün görmür. Burada 3 var. Burada mənfi 1 var. Üstündə 17 var. 3'ün üstündə 3 var. Adi hesablama aparırsan da 3'ün kubu 27 oldu. Mənfi 1 üstü 17 mənfi 1 eləyəcək. Mənfi 27 üstə gəl 8 mənfi 19 eləyəcək. Sərbəst həddi tapmaq üçün gəlin bir sirrimizi də deyək. Yuxarını silək. Dərsimiz çox həddidir. Ümid edirəm unutmadınız. Belə bir anlayışla davam edək. Sir. Çox həddinin sərbəst həddini tapmaq üçün bütün dəyişənlərin yerinə 0 yazmaq kifayətdir. Yazmaq lazımdır. Vəssalam. Gördün, tapa bilmirsən, sərbəst həddi. Harada hərf görürsən, yerinə 0 qoy. Və məsələni bitir. Yenə də 2x üstəgəl 1 üstü 8 vur 4x kvadrat çıx 7x üstəgəl 3 vur 4x üstəgəl 5. Bunu vurub açmağa ehtiyac yoxdur. Götürürsən, bütün dəyişənlərin yerinə nə inirsən? 0 qoyursan. Bu getdi 0-a. Bu getdi 0-a. Bu getdi 0-a. Bu getdi 0-a. Nə qaldı? 1 üstü 8 vur 3. Vur 5. Sərbəst hədd 15. Sərbəst həddində tapılma qaydası budur. Digər tərəfdən çox həddini çox həddiyə vurmaq da olar, toplamaq da olar, çıxmaq da olar, hətta bölmək də olar. Bu əməliyyatları göstərək. Yenə də eyni şey eləyəcəkdik də, gözəl. Baxacaqdım ki, burada nə var? 1 var, üstündə nəyi var? 8'i. Burada dəyişən nədir? Sərbəst hədd 3'dür. Bunun da sərbəst həddi neçədir? 0 qoymayıb dəyişənləri görməzdən gələcək. Razı? İndi gəlin çox həddiləri toplayaq, çıxaq, vuraq, bölək. Hamısını eləyək. Birinci 4x kvadrat üstəgəl 5x üstəgəl 1 üstəgəl 7x kub çıx x kvadrat çıx 3x çıx 7. Toplayanda nə edəcəksən? Mötərizələr olduğu kimi asılacaq. Oxşar bir həddlilər islah olunacaq. 7x kub qaldı.
4x kvadrat çıx x kvadrat. 3x kvadrat. 3x-dan 5x-dan 3x çıxdıq. 1-dən də 7-sini çıxdıq. Mənfi 6. Və solam. Olmayaydı toplama, olaydı çıxma. A kvadrat B üstə gəl BS çıx S kub çıx 4A kvadrat B üstə gəl S kub çıx 3BS. Mötərizəni açaq. Birinci olduğu kimi qalır. İkincidəki bütün hədlərin işarəsi dəyişir. Olur mənfi 4A kvadrat B, mənfi S kub, müsbət 3BS. A kvadrat B'lər verəcək bizə mənfi 3A kvadrat B, BS'lər toplandı 4BS, mənfi S kub, mənfi 2S kub. Və solam, toplayıb çıxmaq elə də çətin bir şey deyil. Heç vurmaq da çətin deyil. Göstərək vurmağı. Anlamırsınızsa deyin. Bir də izləyək. Bir də çıxmanı istəyirsiniz, yoxsa toplamanı, yoxsa hər ikisi. Hər ikisi. Biz baxırıq, belə bir ifadə verilib. Deyiblər bunu neynəyən? Ümumi şərt verək. Sadələşdirin. Əgər toplama işarəsi görürüksə, ifadələri, mötərizələri olduğu kimi açırıq. Nə görürüksə onu da yazırıq. Yazdım. Gördüyümü yazdım. İndi baxıram. Ən yüksək dərəcə burada hansıdır? Bunlar arasında. X kub. Buna yüksək dərəcə yoxdur ki. Yoxdur. Buna oxşar da yoxdur. X kub olan heç nə yoxdur burada. Onu yazdım öz yerinə. Sonra keçirəm növbəti dərəcəyə. X kubdan sonra düşür x-in kvadratı. X-in kvadratından var məndə. 2 yerdə var. 4x kvadrat. Bu da mənfi 1x kvadrat. 4 ilə mənfi 1-i topladım. Aldım müsbət 3. Razı? Aldıq 3x kvadrat. X kvadratı ilə də işimizi bitirdik. Keçdik ondan da aşağıya. X-a. Burada 5x var. Burada mənfi 3x var. Topladıq. 2x. Bu ilə də bu. Ədəddilər. Birin üstə mənfi 7 gəldik. Mənfi 6 qaldıq. Eləmi? Çıxmada nə baş verir? Çıxmadır. Bunun qarşısında heç nə yazılırsa bu müsbətdir. Bu müsbətdir. Bu olduğu kimi açılır. Nəticə eyni köçürdür. Amma qarşıda mənfi işarəsi varsa, bu mənfi bunların hamısına təsir edib, hamısı işarəsini dəyişir. Bu müsbət 4A kvadrat B idi. Oldu nə? Mənfi 4A kvadrat B. Bu müsbət S kubuydu. Oldu mənfi S kub. Bu mənfi 3BS idi. Oldu 3BS müsbət. Yenə gözüm oxşarları axtarır. Və başlayaq elə başdan. A kvadrat B, bir də 4A kvadrat B. Mənfi 4 ilə bu müsbət 1-dir. 1 ilə mənfi 4-ü topladım. Mənfi 3 A kvadrat B. Sonra BS biri buradadır, biri burada. Bir dənə BS. Üstə gəl 3 dənə BS, 4 dənə BS. Sonra isə mənfi S kub, burada da mənfi S kub. Mənfi S kub, üstə gəl mənfi S kub, olur mənfi 2 dənə S kub. Razı? Keçək vurulmaya. Əgər razıyıqsa, bir də icra eləyək, başqasını amma göstərək. Çıxmaya aid. 4x kub, üstə gəl 7x, çıx 8, çıx 8 x kvadrat, üstə gəl 5x, üstə gəl 3. Birinci mötərizəmizin qarşısında müsbət yazılıb. Müsbət yazılıb. O deməkdir ki, o olduğu kimi də asılacaq. İkinci mötərizəmizin qarşısında mənfi yazılıb. Bu o deməkdir ki, mötərizə daxilindəki bütün hədlərin işarəsi dəyişəcək. Müsbət 8 idi, oldu mənfi 8. Müsbət 5 idi,
Oldu -5. Müsbət 3 idi. İndi baxıram oxşarları və təkləri araşdırıram. 4x kubu təkdir yəni. Yoxdur da bundan başqa. X kvadrat da təkdir. Başqa x kvadrat yoxdur burada. Amma x-dan 2 dənədir. 7x üstə gəl -5x elir 2x. Fikir versinizsə, mən 7 çıx ümumiyyətlə sözünü işlətmirəm. Çünki başa düşürəm ki, hamısı nədir burada? Toplamadır. 2x. Bu o demək deyil, işlədə bilməzsiniz. İcazə var. Əgər başa düşmüsənsə icazə var. Mən danışa bilərdim. Deyə bilərdim orada 7x çıx 5x-dir. Amma uşaq dəqiq başa düşürsə ki, bu müsbət 7x-dir, bu da üstə gəl -5x. -8 üstə gəl -3. -8 üstə gəl -3. Sadələşdirmiş olduq. Vurmanı da deyək. Onu da bir dəfə sadələşdirək. Ümid edək ki, tələbə öyrəşəcək və işlədikcə düzəldəcək problemini. Bizə işləməyi lazımdır da tələbə. Tak. Elə eləyək. Evet, 7x kvadrat üstə gəl 3x çıx 1 vur x plus 2. İndi fikir verin. Vurub açaq. 7x kvadratını vuraq x-a. 7x kub. 7x kvadratını vuraq 2-yə. 14x kvadrat. 3x'i vuraq x-a. 3x kvadrat. 3x'i vuraq 2-yə. -1'i vuraq x-a. -1'i vuraq 2-yə. İndi oxşarları sadələşdirməyə çalışaq. Bundan təkdir. 7x kub. Bundan 2 dənə var. 17x kvadrat. 6x çıx x. Çıx 2. Razıyıq. Yaxşı. İndi bölmə sizin üçün çətin olacaq. Amma deyim ki, çox ədləri bir-birinə bölmək də olar. Məsələn, x kub üstə gəl 3x çıx 4'ü x çıx 1'ə bölək. Göstərim ki, bölmə də olar. Çox ədədin bölünməsi proqram üzrə bu 11-ci sinifdədir. Sintetik bölmə üsulu vasitəsilə göstərəcəyim. Yəni, budaqlı böləcəyim. Ancaq mən istəyirəm ki, görəsiniz ki, bəli, lisey siniflərdə 7-ci sinifdə keçənlər də var bunu. Ona görə biz də oradan deyək ki, lisey siniflərdən əski deyilik. Görək. Necə bölürlər? X-in kubunu x-a böləndə mən başa düşürəm ki, bu x kvadrat dəfədir. Və indi nə edirəm? X kvadratını vururam x-a. X kub. X kvadratını vururam -1'ə. -x kvadrat. Və necə budaqlı bölmədə eləyirdimsə alt-alta çıxıram. X-in kubundan x-in kubunu çıxsam 0. X-in -x-in kvadratını çıxacaq, burada heç nə yoxdur. 0'dan -x-in kvadratını çıxanda 0'dan -x kvadratını çıxanda qalacaq x kvadrat. 3x'i də salıram aşağı. Böləndə necə ki salmırdın hissə. İndi x-in kvadratının içində x dəfədir. X dəfə x. X kvadrat. X dəfə -1. -x. Çıxaq bunları alt-alta. X kvadratlar gedəcək. 4x. 3x çıx
mənfi x 4x. Mənfi 4'ü saldıq aşağı. Mənfi 4'ü salandan sonra burada da 4 dəfədir. Olacaq 4x çıx 4 0. Böldük. Aha, uşaqlar. Bölmənin mən başa düşməyinizi istəmirəm hələ ki. Bölməni başa düşməyinizi istəmirəm. Mənə lazımdır ki, toplama, çıxma, vurmanı başa düşəsiniz. Bölməni bəs niyə göstərdim əgər başa düşməyinizi istəmirəmsə? İstədim ki, biləsiniz ki, bütün əməliyyatın hamısını nə etmək olur? Aparmaq olur. Toplamaq da olur, çıxmaq da olur, vurmaq da olur, həmçinin bölmək də olur. Yəni, bu əməliyyatların hamısı gedir. Ancaq bölmə hələ ki 11-ci sinif həcmidir. Bunu qoyduq kənara. Çoxhədli haqqında danışdıq. İndi keçib növbəti mövzunu deyəcəyik, amma bunu dayandıraq.